Salam, xoş gördük hörmətli tamaşaçılar. Mən bugün sizə gülxətmi bitkisi haqqında danışmaq istəyirəm. Yenə də bugün müalicəvi bitkilər silsiləsindən gülxətmi, malva da deyilir bu bitkiyə. Türklər də xətmi gül deyirlər. Bax, belə bir güldür. Bir neçə rəngi var həyatımda. Neçə rəngi mövcuddur. Və bunu mən nə edirəm? Gözəlliyi ilə bərabər, bax, belə gözəlliyi ilə bərabər. Bax, bunları mən belə qurumuş yarpaqlarını, bax, belə güllərini belə yığıram. Bax, belə. Bunları mən qışda çay kimi istifadə edirəm. Biz bilgilərimiz şükür olsun. Nə qrip olduq qışda, nə də öskürmədik. Bax, bax, bu gülxətmin sayəsində. Görürsünüz, bax, bax, bunun sayəsində. Yığırıq, onlar təkrar əmələ gəlirlər. Və bax, görürsünüz, nə qədər qəşəngdir. Dərman əvəzinə bax, bunlardan istifadə etməyi tövsiyə edirəm hamınıza. Uşaqlar nə qrip olur, nə öskürür. Görürsünüz. Qoyuram, yenə quruyur. Ağzı açıq formada saxlayırsan bunun qabağını, ağzını bağlamırsan ki, qurd düşməsin qışda. Və içinə bir-iki dənə dəfnə yarpağı qoyursan ki, qurdlamasın. Qış boyu yığıram, belə pastayayla, bax, belə olduqca, bax, görürsünüz buradan. Bax, belə dənləyirəm, yığıram. Bax, belə. Sonra burada da çoxdur. Bax, qəşəngdir. Yəni bunu çəkməkdə fikrim odur ki, yəni ki, dərmandan istifadə eləməyək. Dərman bir yeri sağaldır, bir neçə yeri sıradan çıxardır. Ancaq belə bitkilərdən istifadə edəndə, bax, belə kanaların yanında çəkin biraz da. Neçə rəngi var mənim həyətimdə. Bu həyətimin balkonudur. Həyətim deyil, həyətin balkonudur bura. Və burada bu rəngi də bax, gözəldir, istəyirəm. Bunu da sizə göstərdim. Baxın, nə qədər bir rəngi var. Gör, nə gözəldir, ilahi, nə gözəl yaradıbdır. Rənglərə bax, müalicəsinə bax onun. Öskürmürsən, xəstələnmirsən, qrip olmursan, öskürəyin, bronxların birinci dərmanı nədir? Gülxətmi. Bax, bu bitki. Kannaların. Gör, nə qədər gözəl rəngi var. Möhtəşəmdir. Bunlar da açmağa başlayıblar. Demək. Burada da gülxətmilər var. Çəkib sizə göstərdim. Bu da bir başqa rəngdir. Və hərəsində bir dərdə dərman kimi yaradıbdır. Dərd verəndə dərman da verir Allahımız. Allah heç kimə dərd verməsin. Görün, nə qədər gözəldir. Bu da bir başqa rəngdir. Rəng. Möhtəşəmdir. Biz qışa qədər açırlar.
artırılması suyu çok sevir. Yaponski zontik de deyirlər buna. Bunun da artırılması çok asandır. Artırıram, hər yerləşmişəm. Tanışlara hədiyyələr eləyirəm, qonşulara verirəm hayvandan. Çox da qəşəngdir. Artırılması hakkında danışmışam. Başka videolarda yine de deyərəm. Demək qopardırsam bir dənəsini. Bax belə buradan qopardırsam. Bu hissəni suya qoyursan. Bax təpədən bu suya qoyursan. Buradan köklər atır. Asandır. Suda tez bir zamanda köklənir. Heç 5 gün çəkmir. Bir həftə çəkmir. Demək buradakı gül xətimləri də görsədim. Bunu da yığım. Bax gör nə qədər qəşəngdir. Bunların qatıllarından da almışam. Hələ onlar balacadır. Onu yığlaq gül satışı var. Bu xanımdan almışdım. Qat-qatını. Hələ ki onlar balacadır. Bax belə toxumları belədir. Toxumlarını görsədim. Belə toxumlar olur. Bu toxumları səpirsən, bax, düzərir tez bir zamanda və neçə ildirsən qalır. Təzdən bitir, toxumları tökülür, bitir. Belə gözəl. Və buradan yenə qopardırıq, yığırıq. Artıq yığılmış, funksiyasını dayandırmış güllərdir. Onları yığırıq. Bunları da. Və bu bitkinin güllərindən dolma pişirirəm mən. Elə qəşəng dolması olur. Çox yeməli olur. Bax bunu, bax belə yığırıq. Bunun birinci bax bu hissəsini qopardırıq içərdən. Dolma pişirəndə bax bu hissəni qopardıb atırıq. Dolmanı yığırıq. Bax bunun içinə bax belə də dolma bükürük. O qədər gözəl müalicəvi effektə malikdir ki, çox müalicəvi bitkidir. Yəni tövsiyə eləyirəm hamınıza. Əkin, bax bu bitkilərlə istifadə edin. Sağlam olun. Baxın. Gül xətimlər içində. Görsün nə qədər qəşəngdir. Və bundan qidalanırıq. Çayla istifadə edirik. Bax bu tünd rəngləri qara çayla birləşdirib bir yerdə dəmləyirəm mən. Tünd rəngi olur, elə gözəldir, dadı gözəl. Mən ümumiyyətlə mento piperi tadı, yəni nanə cövhəridir, bu gül xətmidir. Bax bunlardan istifadə edirəm, nə qrip olmuruq. Şükürlər olsun, nə də öskürmürük, nə bilərim də öskürmür. Şükürlər olsun, heç öskürmüydü. Burada da güllərimdən bir iki dənə yığmışam bura. İstəyirəm sizə görsədim. Gölgədən gəlmişəm, bəzilərini yığmışam bura. Bax sizə görsətdiyim, qoyun bura. Deyirdimi, demək, bu agava balalarıdır. Qonşulara hədiyyə eləyəcəm. Bax bu Yapon zontikini görsəniz belə köklənir. Qoymuşam suya. Mən də çox artırmışam. Qonşulara hədiyyə eləyəcəm. Buradan artıbdır. Bunu hədiyyəlik hamısı. Belə. Gül xətmi haqqında da belə qısa məlumat verdim sizlərə. Öskürəyin, bronxun, soyuq dəymənin qışda dərmanıdır. Baxın görün nə qədər gözəl. Dolmasını pişirin. Əkirik, su veririk, bizə mükafat verir. Bax görürsünüz, Allahım nə gözəl yaradıbdır. Tövsiyə edirəm hamınıza gül xətini istifadə edin. Uşaqlarınıza dərman əvəzi öskürəyə, bronxlara bundan istifadə edin. Özümüzə istifadə edirik. Çox da müsbət təsirini görürük. Şükürlər olsun. Nə öskürmürük, nə də qrip olmuruq biz qışda. Şükürlər olsun. Bax bu bitkilərin sayəsində. Bir neçə bitkilər var. Yəni dərman silsiləsində hər dəfə birindən çəkib sizlərə göstərəcəm. Sağ olun, var olun. Siz necə istifadə edirsiniz, hörmətli takipçilərim? Yəni mənə deyə bilərsiniz, rəylərdə yaza bilərsiniz, təkliflərinizi deyə bilərsiniz. Çox sağ olun gözəl rəylərinizə görə və mən də sizdən də çox şey öyrənirəm. Mənim Türkiyədə Marmaris bölgəsində Müəllə xanım var.
O xanım mənim müəlliməmdir. Mən bu bitkilərin dilinin əksəriyyətini o xanımdan öyrənmişəm. Həyətimdə bitkilərin əksəriyyətini o xanımdan görüb əkmişəm. Mən də indiyənə kimi yəni hamıya da tövsiyə edirəm. Mən o xanımdan çox şeylər öyrəndim. O qədər tövsiyə edici fikirləri olur. O qədər gözəl səsi, danışığı, bağçamdan xəbərlər. Müəllə xanıma salam göndərirəm burada. Sizi çox sevirəm Müəllə xanım. Sizin sayənizdə çox bitkilərdən xəbərim olubdur. Gül xətmi haqqında bu qədər. Gözəl takipçilərim, sağ olun, salamat qalın, sağlam qalın, sağlam həyat tərzi yaşayın, uzun ömürlü olun. Can sağlıqlar edirəm hamınıza.